Mərhum Əllamə Əmini əyləşmişdi Nəcəfdə məsciddə. Bir balaca uşaq hay sala girdi məscidə. Dedi ya şeyx Əllamə çöndümünə baxdı. Dedi ya şeyx ummi nənəm ölür ya şeyx. Əllamə vurdu mən təbib deyirəm get döktür dalsın. Dedi ya şeyx eşitmişəm bu qəbrin sahibi ilə sənin irtibatın yoxdur ya şeyx bu ağadan istə biz sünni yox. Bizim abrımız yoxdur. Sən bu ağadan istə bizə bir baxsın. Əllamə vurdu gedin qələm və kağız gətirin biləmə. Bizə yazdı o kağızın içində bağladı möhrumum ilə. Vurdu bunu apar qoy anavın alnına beznillah inşallah düzələr. Çətdi o kağızı qoydu anasının başının üstünə bir neçə dəqiqə irədd olmuşdu, bir saat irədd olmuşdu. Əllamə hələ məsciddə idi. Bir zaman gördülər Nəcəfin küçələrində hay qalxıb. Əllamə vurdu bu hay nədir? Xadimi və müravidə çıxdı eşiyə baxdı, gördü ki bir tayfə gəlir. Getdi deyə heç birini tanımıram, bir dənə balaca uşaq çıxıb gəlmişdi, o da qabaqda gəlir. Varid oldular içəriyə, tayfənin rəisi əşirəsi və tamam alsaqqəllər dedilər Əmini sənsən? Əllamə vurdu bəli. Dedi biz hamımız gəlmişik şiə olaq əlindən. Bizi bir cücələ deyə əşhədü ənnə əleyhim. Əllamə vurdu məgər nə olubdu? Nə olubdu ki istəyirsiniz şiə olasınız? O xanım durdu ayağa, həman məriz durdu ayağa. Dedi ya şeyx halı ihtizardaydım, qabızul ərvah yetişdi başımın üstünə, istəyirdi canımı bədənindən ayıra. Bir ləhzə gördüm bu İsrail çəkildi dayana əlin qoydu sinəyə dedi Əssalamu aleykə ya Əbəl Həsən ya Əmirəl Müminin. Yetişdi Qabızul ərvah biləsinə hörmət elədi, bildim Əmirəl Müminin Əli ibn Əbi Talibdir. Baxdı Qabızul ərvah İsrailə vurdu ki Əmini bizə ağız açıbdı, bu qalmalıdır, get ya Qabızul ərvah. Qalmalıdır. Allahu Ekber. Əllamə bir gülümsüləndi. Buyurdu o kağız yanınızdadır. Dedilər bəli. Burada o açın oxuyun da. Açdılar kağızı gördülər bu yazılıb. Bismillahirrahmanirrahim. Az Abdülhüseyin Əmini bi Mevlayaş Əmirəl Müminin. Aqa əgər Əmini piş şuma abruyi darad in madər ra şəfa dəhid. Hamısı şiə oldu. Kaş yanında bir abrımız olaydı.